в сильнейшем промоушене планеты. И, в принципе, наверное, твоя мечта, о которой ты шел очень давно, осуществилась. Here, hi, how are you doing? Congratulations on signing. Congratulations on the debut. You're now in the UFC. I saw yesterday you were coming into the hotel and you were surrounded by young kids, by young fans. Can you please talk about that, that feeling of the fact that people are seeing you, people are noticing you, and just probably the dream that you've gone to for a long, long time is now true and it's now here. How do you feel about that? Всех приветствую. Вестингема, как всегда, тут. Я очень рад, я просто рад находиться тут, находиться в этом лиге. Я очень давно шел к этому, хотел этого, и слава Богу, алхамдулилля, у меня все это получилось. Тем более получилось то, что драться в Баку, в родном стране, в родном городе, перед своими земляками, зрителями. И очень рад то, что тут настолько любят ММА, настолько любят своих бойцов. Просто нереально рад к этому. Thank you very much. I'm very happy to be here. I'm very excited about this debut, very excited to fight for the best promotion in the world. And, I've waited for this for a long time, and I'm happy to finally be able to make my debut, and not just make a debut, but to do it in my own city, in front of my own crowd, in front of my own people. It's a huge honor, and I'm really excited to finally do this. Tahir, qısa olaraq Azərbaycanca'da bu suala cavab verə bilərdin? Əlbəttə. Azərbaycanca. Mən çox şadam ki, mən UFC-dəyəm. Mən sevincimin həddi hududu yoxdur. Tем более, UFC-də olmaqdan əlavə mənim Azərbaycanda döyüşməyim, məni çox sevindirir və çox sevindirir ki, bizim millət, bizim Azərbaycanlı azarkeşlər öz döyüşçülərin belə gücdən paydaşqa eləyir. Onlara böyük təşəkkürlər istəyirəm deyim. Сегодня 77 килограммов – это самый жесткий конкурентный вес. Там правит сейчас Ислам Махачев, есть Иэн Мачадо Гэри, Мораес, Пратос и еще огромное количество других бойцов, там Шавкат Рахмонов тот же. Вот ты мне всегда казался компактным полусредневесом. Не было ли мысли попробовать в 70 сгонять, потому что там сейчас достаточно быстро можно попасть и в топ-15, и в принципе намного легче будет этот путь, чем будет в 77. 77 kilograms right now is one of the most competitive weights. You got Islam Makhachev, you got Iэн Machado Гэри, you got Pratis, you got all the killers up there. And have you ever thought about maybe going down and maybe going down to 70 kgs, because it seems as though you'll be able to get to the top a little faster there without having to go through all the killers on top? Конечно, в 77 есть сильные, мощные ребята, высокие. Я не знаю, я могу сгонять на 70 килограмм, я не считаю то, что я слабее них. Да, может, они чуть-чуть выше меня, но не шире, это точно, и не сильнее меня бьет. Так что, если понадобится, если я захочу, но я люблю много есть, так что особо нет желания гонять на 70 килограмм. Yeah, in 77 there's a lot of very tough, strong, tall guys, but I could potentially go down to 70, but I feel like I'm pretty competitive and I can compete really well with all the guys in 77. So if I had to, I suppose I could go down, but I also, A, I'm competitive, and B, I like to eat well, so I don't really want to have to cut if I don't have to. Поздравляю с дебютом. Tahir, Azərbaycanca'da bu suala cavab verə bilərsən? Əlbəttə ki, 77. Onda mən eləyirəm ki, Azərbaycanlı jurnalistlər üçün. Oldu. Əlbəttə ki, 77 kiloda güclü döyüşçülər çoxdur. Ola bilər ki, onlar boyca məndən uzun ola bilər, amma eynicən yox, yəni gücdən elə də yox. 70 kilo əlbəttə ki, sala bilərəm, amma belə də böyük bir istəyim yoxdur. 77 üçün özümü yaxşı hiss edirəm, super hiss edirəm. İnşallah bütün gücümüzü verəcəyik, 77-də özümüzü göstərəcəyik. Tahir, sabahki oyunda sənə uğurlar arzu edirəm. Eyni zamanda sən yaxşı güləşə sahibsən və amma bəzi ekspertlər səni rəqibin daha üstün görürlər. Ümumiyyətlə ilk raunddan hansı taktikada istifadə etməyi düşünürsən? Eyni zamanda yəni rəqibin də hardasa güləş cəhətdən axsaması sənin xeyrinə ola biləcəkmi? Uğurlar bir daha. Çox sağ olun. Mən demərəm ki, mənim rəqəbim güləşdə məndən güclüdür. Harada standart Masalının və Sumqayıtın güləş bazası, yəni Braziliyadan 1000 dəfə yaxşı olasıdır. Tak что yəni mən özüm döyüşlərdə xoşlamıram güləşmək, çünki güləş özü çox yorucu və çox darıxdırıcı bir sxemada, yəni döyüşlərdə. Ona görə mən
üstünlüyü udarkə verirəm, yəni əl-ayağa. Artıq belə güləş lazım olsa, yəni belə özüm güləşib onun masalı gücünü göstərərəm. Tahir, rəqibin məğlubiyyətsiz irəliləyir. Bunun hər hansısa bir üstünlüyü varmı və yaxud gərginliyi varmı? Mən hərdən Instagramda baxıram, boş olanda əlbəttə ki, Vestalanda özü bilirsiniz ki, ya darıxdırıcı olur və girib baxıram, kommentara yazırlar ki, o da rəqib 13 nə oldu? Yəni onun yadından çıxartmayın ki, mənim rekordım 21-3-dür. Yəni 21 döyüş qələbəm var. Onun 17-si nokautla qutarıb, yəni dasroçla qutarıb. Rəqibim isə 13 döyüş olub. Mənim yəni ubrat eləsək 13 onun qələbəsidir, 17 isə mənim dasroçkamdır. Bir də bir sualım da var. Deməli, Fərmanla hər ikiniz eyni çəkidə mübarizə aparırsınız və UFC təklif eləsə və istəsə ki, Fərmanla döyüşmək, yəni sən öz həmyerlinlə döyüşməyə hazırsanmı? Bu biraz sual kimi belədir. Yəni çünki biz ikimiz debyutuq, biz özümüz dostuq, qardaşıq. Yəni UFC düşmədən qabaq, yəni bir yerdə məşq edirdik. Yəni tak что əlbəttə ki, yox. Yəni hələ biz debyutuq. Yəni orada minlərlə döyüşçü var. Lazım olsa başqalarından verirlər. Mənim fikrimcə Fərmanla bizə heç çox verməzlər. Versələr də əlbəttə ki, biz dostuq. Tahir, açıqlamanda bildirmişdin ki, başqa döyüşdə olmalıydın, başqa rəqibdən. Sonradan Bakı UFC variantı çıxdı. Tam hazırlaşa bildinmi? Mən Amerikada zubara getmişdim. Yəni necə alındı? Mən случайный vizam verdilər də getdim Amerikaya. Amerikada planım oydu ki, UFC-yə düşüm. O plan da alındı. Mənə Abu Dhabi verməlilər döyüş. Mənə ən birinci Abu Dhabi demişdilər. Yəni onun heç kimin xəbəri yox idi. Ondan sonra zəng edib dedilər ki, Bakıda döyüşəsən, vuruşasan. Rəqib başqası idi. Yəni belə fərqi yoxdur bizim üçün. Yəni bizdə aslında məşq olsun. Yəni rəqib belə olacaq, elə olacaq, əli olacaq, vəli olacaq, fərqi yoxdur bizim üçün. Тахир, приветствую тебя. Поздравляю с подписанием UFC. Вот ты последний раз выступал в октябре 2025 года, сейчас июнь 26-го. Можно ли сказать, что ты вот все это время, да, весь этот перерыв ждал, что тебя как раз-таки подпишут в UFC, или неожиданно тоже для тебя это получилось? Congratulations on being signed with the UFC. Last time we saw you fight was October of 2025. Now we're talking about June of 2026. You're making a debut. Can we say that this entire time you've just been waiting to be signed by the UFC? Приветствую, добро пожаловать в Баку. Конечно же, я чувствовал, прям последний месяц, прям были ощущения, прям, знаешь, как даже запах еды. Вот настолько прям ощущение было то, что вот чуть-чуть остался, надо добить, надо пообщаться со своими менеджерами, со своими тренерами и так далее, и меня вот-вот подпишут. И, альхамдулилля, вот то, что я ощутил, вот все это получилось. В один прекрасный день, ночи мне набирают и говорят то, что добро пожаловать в UFC. Yeah, you know, the past couple of months, I could, you know, like you can smell the good food. I could smell that there was a, you know, a signing happening from the UFC. I knew that I just have to wait just a little bit, just stay patient, speak to my manager, speak to my team, and exactly the way I thought it was going to happen, that's what happened. They called one night, really not during the day, but they called at night, and they said, here it is, here's your chance, we can sign now. Тахир, хочу развить немножко этот вопрос. Твой земляк Рафаэль Физиев, когда его подписали в UFC, снимал свою реакцию, и видео очень сильно завирусилось. Он был там нереально счастлив. А вот расскажи немножко о своих каких-то эмоциях. И есть ли видео того, как тебе сообщают, что контракт с UFC подписан? Just to touch base a little more on, you know, kind of to go deeper into that question, when your fellow countryman Fiziev, when he got signed to the UFC, there's a video of him, the way he was signed, and his reaction, and it got really viral because everybody saw how excited he was. Is there a video of that sort with you? Is there a reaction? Did anybody see you sign, and can we see that video? Да, в Америке мы оставались с друзьями в одном доме. Так получилось то, что после ночной прогулки домой мы заходим, пьем чай, и в это время мне звонят. И я просто пацан говорю, что ну-ка тихо, сейчас какие-то новости будут. И меня снимали, я прям очень нереально радостный был. Но, конечно же, это что-то с чем-то. Ты сам прекрасно знаешь, то, что годами тренируешься, тем более, живя в России, в СНГ, очень тяжело найти хорошие бои. Бои насчет финансовых и интересные бои для самого продвижения. Да, и как-то вот очень... хорошо получилось то, что я сюда попал.
Yeah, there's a Но video. я не считаю я считаю что это должно было быть раньше. Как вы видите, я провожу очень красивые и зрелищные бои, когда я заранее знаю и готовлюсь. Но, к сожалению, в всей моей карьере я всегда выходил за 15-20, максимум за 30 дней до турнира. Это всегда было, это было и в самом Fight Night, в самом Абу-Даби, когда я там дрался за пояс там UAE Warriors, даже когда защитил UAE Warriors, имеется в виду, всегда я за 20, максимум за 30 дней, и у меня никогда не было времени подготовиться. Yes, there is a video. It was a little while ago. We were just walking around with we were in the States. I was with my team in the States. A couple of guys that I stayed with, we shared a house. We were walking around, and finally we get home, and we were just drinking some tea. And I get a phone call in the evening, and I told him, I said, "Quiet down. We're about to get some news." And so obviously I got recorded, and that was the time when we got signed, and I was very excited. So you could actually see that video. But I'm really happy that it finally happened. This is something that I feel like I should have been signed a long time ago. This is an incredible feeling. It's it's really something when you train your entire life and you really go for something and you finally get it. It's very exciting. And I've always tried, especially living in this part of the world, getting good fights, getting good promotions, getting paid for your fights. It's always been a tough challenge here. So I'm happy that I'm finally in the best promotion in the world. And whenever I have time, whenever I have a good camp, I always show very exciting, very fun fights. So I feel like this has been a long time coming, and UFC has seen me for a long time, and I should have been signed a while ago. But it just happens to be that my entire time in my career, I'm always given a chance like 15, 20 days before the actual fight. So it's always short notice for me. It seems that even when I was fighting in Abu Dhabi, when I was fighting in UAE Warriors, even when I defended my belt for UAE Warriors, it's always been like 15, 20 day notice. But give me a full camp and I'll show you a really exciting fight. Tahir, uğurlar arzulayırıq sana. İnşallah qələbə səninlə olar. Tahir, sənin fikrin maraqlıdır ki, sən fikrincə UFC-yə düşmək sənin üçün daha çətin oldu, yoxsa burada qalmaq daha çətin olacaq? Burada halda Bakıda deməsən, yoxsa necə? Yox, UFC-də, UFC. Yox, əlbəttə ki, yəni bunu necə deyirlər, hər şey yazılıb, biz prosta məşq edib, yəni bunun ardınca davam edəcəyik. Yəni nə bilim, biraz qəribə olurdu. Tahir, qeyd edin ki, rəqibi izləmirsən sosial şəbəkələrdən, Instagramdan. Ola bilər ki, döyüş öncəsi o da səni izləyir, bəlkə də açıqlamaları falan. Son açıqlamada bildirmişdin ki, rəqibin ləqəbinin tank olmasına baxmayaraq onun üzərindən tank kimi keçməyə hazırsan. Düşünmürsən ki, izləsə bu açıqlama onda biraz da sənin qarşı aqressiya və qıcıq yaradacaq və... Yəni, onda qıcıq yaramır, nə olur olsun. Hilton'dadır, Bakıdadır, yəni qıcıqlanan bir şeyləsi deyil. Nəsə eləmək istəsə də Azərbaycandan çıxamayacaq. Tahir, daha öncə də sən 0 məğlubiyyətsiz gedən döyüşçünü nokaut eləmişdin. UAE Warriors-da Şaban Alxasov, Həbib Nurməhəmmədovun komandasından idi, səhv eləməmsə. Bakıda bunu davam elətdirə biləcəyik səncə yenə? Biz udivlət eləməyi xoşlayırıq. Yəni, təcrübələndirmə. Harda ki, mənə inanmırlar, orada mənə bunu xoşlayıram təcrübələndirmə. Tək ki, yəni burada mənim öz komandam mənə inanır. Yəni, bilir ki, mən qat-qat üstünəm bu döyüşçüdən. İnşallah, əlbəttə ki, hər şey alınacaq, hər şey gözəl olacaq. Uğurlar. Tahir, dünənləri həm yerlərimiz, döyüşçülər bir araya gəldiniz və Fərmanla sənin rəqibin eyni təşkilatda döyüşüblər. Hər hansısa bir məsləhət, fikir döyüşlə bağlı aranızda oldu mu Fərmanla? Yəni? Orada LFL liqasında çoxlu döyüşçülər var. Əlbəttə ki, biz öz planlarımızı qurmuşuq. Yəni planlarda inşallah nə var odur da.